Aydaş xanım, Forbes-ə görə 2026-da məhz ən çox gəlir əldə edən, gəlir qazanan oyunçular. Gəlir deyəndə ağlıma ilk Yamal gəldi var. Yamal var, amma Siyanın 9-cu pilləsində də ilk altılığa girə bilməyib. Hansı ki, burada həm qazancılar gəlir var, həm də ümumi olaraq sponsor deyək. Cristiano, Siyanın birinci pilləsində də 300 milyon dollar. Lionel Messi, Messi ikinci pillədə 140 milyon. Kylian Mbappé, Üçüncü pillədə 95 milyon. Arda sıralaya bilirsiniz. daha sonra Yamal dediniz yoxdur. Mbappé'nin hal-hazırdakı ən böyük rəqibi. Erling Haaland, Haaland 80 milyon dollar 4-cü pillədə. Qaldı 5 və 6. Rafinha var, Rafinha yox. Rafinha altılığa girə bilməyib. Saliba, Yox. Real Madriddən daha bir oyuncusu var. Vinicius, Vinicius Siyanın 5-ci pilləsində 60 milyon dollar. Qaldı 6-cı. Türklərdən var. Yox. 6-cı pillədə İngiltərədən bir oyuncu var. İngilisdir yoxsa orada oynayır? Yox, Premier ingilis deyil. Ligada oynayır. Aha. Foden, Yox. Arsenalda oynayır. Arsenalda oynamır. Bruno Fernandes, Yox. Hansı ki, hal-hazırda transfer gündəmində də var. Türk klublardan biri onunla maraqlanır. bir dəqiqə. Məncə bunu izləyicilərimizdən soruşaq onda. Soruşaq. Siyanın 6-cı pilləsində sizcə kim yer alır?